Ya Allah. Salamünaleyküm Kərbəlayı İsmail kişi. Aleyküm salam Məşədi Kemal. Xeyirdim inşallah. Xeyr olar inşallah. Sənə vacib sözüm var Kərbəlayı. Gel. Xeyirdir inşallah. Salamünaleyküm Kərbəlayı İsmail kişi. Ay aleyküm salam. 5 de artıq. Xeyirdim inşallah. Xeyr olar inşallah. Bəri gəl, sözüm var, vacib sözüm var. Xeyirdir mi Kemal kişi? Mətin ol Kərbəlayı İsmail. Kənddə şairlər gəzir ki, padşah sənin və ailəvi sürgün eləyəcək buradan. Axı mənim hamilə yoldaşım var. Məşədi. Axı mən ailəmi, hamilə qadınımı kimə etibar edim bu etibarsız dünyada? Bir tək etibar etdiyim insan. Süboğlu. Ey Qarabaş, sən bəzi insanlardan çox vəfalısın, çox. Süboğlu. Bəli Kərbəlayı İsmail. Olar mı qapıva gəlim inşallah? Buyur Kərbəlayı, qapın üzvə həmişə açıq. Kərbəlayı, xoş gəlmisən. Sağ ol Süboğlu. Səndən bir xahişim var Süboğlu. Düzdür, düşmənçiliyimiz qan düşməni göz yerində. Amma mərdliyimiz də kişiliyimiz də öz yerində. Sənə bir əmanətim var Süboğlu. İsmail kişi, biz qan düşməni ola bilərik. Sən bunu bilirsən ki, bizdə əmanətə xəyanət əsla ola bilməz. Buyur, xahişivi de. Xahişim odur ki Süboğlu, padişah əmr verib gecə saatlarına kimi kəndi tərk eləməsəm, məni və mənim ailəmi kənddən sürgün eləyəcəklər. Bilirsən ki, mənim evimdə hamilə yoldaşım var Süboğlu. Mən istəyirəm ki, ailəmi sənə etibar eləyib, özüm də ara sakitləşəndən sonra qayıdıb, ailəmi səndən təhvil götürüm. Bir şərtim var Kərbəlayı İsmail. Şərtividir Süboğlu. Şərtim odur ki, gözümün ağı qarası bir oğlum var. Onu da özümdən apar. Əgər sənin yoldaşımın saçının bir telinə ziyan gələrsə, oğlumun qanı sana halal olsun. Mən elə bilirdim ki, düşmənçiliyimiz öz yerində, amma kişiliyimiz, mənliyimiz öz yerində. Sağ ol Süboğlu. Yolum açıq olsun Kərbəlayı İsmail.